Aclıq və ölüm qorxusu insanı nə dərəcədə dəyişə bilər? Müharibənin ən axır illərində övladların ac ikən öz mənəviyyatını və qürurunu qoruyub saxlaya bilərsənmi? Bugün Azərbaycan kinosunun ən ikonik işlərindən birinin hər birimizin və bizdən öncəki nəsillərin qəlbində silinməz iz qoymuş bizim Cəbiş müəllim filmindən bəhs edəcəyik. Film 2-ci Dünya müharibəsinin kəskin 40-cı illərində arxa cəbhənin gətirdiyi ağır sosial sınaqlar fonunda cərəyan edir. Bir tərəfdə öz ziyalı duruşunu və mənəviyyatını qorumağa çalışan Cəbiş müəllim, digər tərəfdə isə övladlarını ac qoymamaq üçün çırpınan Suğra var. Ancaq bu filmdə sadəcə bir müəllimin taleyi yoxdur. Müharibənin uşaqlığını oğurladığı Makedondan tutmuş, vicdanı ilə borcu arasında qalan Nəcəfova qədər hər biri yan xarakterin özünə məxsus dramatik bir hekayəsi var. Bu videoda filmə sadəcə nostaljik gözlərlə baxmayacağıq. Xarakterlərin psixologiyasını və dövrün sosial mənzərəsini təhlil edərək, aclıq dövründə vicdanlı qalmaq mümkündürmü sualına cavab axtaracağıq. Filmin əsas düyün nöqtələrindən biri sabun məsələsidir. Müharibə dövründə sabunun əsas xammal olan nitrogliserin birbaşa cəbhəyə, partlayıcı maddələrin istehsalına yönləndirildiyi üçün mağazalarda sabun tapmaq mümkün değildi. Epidemiyanın baş alıb getdiyi bir vaxtda gigiyena, hava və su kimi vacib olduğundan da sabun qara bazarda çox astronomik qiymətlərə satılan bir valyutaya çevrilmişdi. Suğra Cəbişdən xahiş edir ki, kimya biliklərini istifadə edib evdə sabun bişirsin və onu satıb ailəni saxlasınlar. Cəbiş müəllim uzun müddət buna qarşı çıxır. Çünki o alverçi olmaq və qara bazarın çirkli qaydaları ilə oturub durmaq istəmir. Lakin sonda ailəsinin ac qalmaq təhlükəsi qarşısında çətin bir mənəvi kompromisə gedir və sabunu bişirməyə razılaşır. İlk baxışdan elə görünə bilər ki, Cəbiş müəllim bu dövrün brutal şərtlərinə təslim oldu. Amma filmin ən təsirli, ən pik nöqtəsi məhz bundan sonra baş verir. Cəbiş müəllim bişirdiyi sabunları qara bazara çıxarıb sat. O həmin sabunları cəbhəyə, ölümün qucağına gedən əsgərlərə aparıb pulsuz paylayır. Bu səhnə Cəbiş müəllimin məğlubiyyəti deyil, onun mənəvi zəfəri idi. Müharibə insanın qarnını ac qoya bilər, lakin onun ruhunu və vicdanını satın ala bilməz. Filmin ümumi xronometrajı cəmi 1 saat 12 dəqiqədir. Namiqin atası Nəcəfov obrazının ekran vaxtını toplasaq, bəlkə də cəmi 10-15 dəqiqə eləyər. Amma kinematografiyanın gücü də məhz burdadır. 15 dəqiqə gördüyün bir insanın ölümünə və ailəsinin başsız qalmasına nə qədər pis olmaq mümkündürsə, rejissor və aktyor bizə o qədər dərin kədər hiss etdirə bilir. Nəcəfov müharibəyə gedəcəyi xəbərini son ana qədər heç kimə demir. Oğlun ona Ferrari dediyi o qısa dialoqda verdiyi cavablar onun nə qədər dürüst, nə qədər məğrur bir insan olduğunu bir neçə cümlə ilə sübut eləyir. Aktyorların üz ifadələri, təbii narahatlıqları, qorxuları və ən əsas səmimiyyətləri bizə arxa cəbhədəki o müharibə dəhşətini süni yox, çox real, həqiqi hiss edir. Cəbiş müəllimin qərarlarına gəldikdə isə çox vaxt belə bir yanaşma görürük. O vaxtın insanları başqa idi, hamı təmiz idi. İndi belə adamlar yoxdur. Lakin film bizə tam olaraq bunu demir. O dövrdə də qara bazar var idi. O dövrdə də şəraitdən istifadə edənlər, mənfəət güdənlər az deyildi. Cəbiş müəllimin həyat yoldaşı və qonşuları onu məcbur edirdilər ki, kimya biliklərini istifadə edib sabun bişirsin və qara bazarda sat. Cəbiş müəllimin müqaviməti əslində o dövrə görə olan bir şey deyildi. Onun bu müqaviməti öz müəllim xarakterinə, öz vicdanına qarşı xəyanət etmək istəməməsi idi. Yəni dürüst qalmaq o dövrdə də asan məsələ deyil. Böyük fədakarlıq tələb edir. Bizim Cəbiş müəllimlə bağlı mənim fərqli düşüncələrim var. Bəli, bu xarakter müəllim mənəviyyatını qoruyur. Amma məncə bir insanın övladları acca və ailəsini dolandırmaq üçün əlində real bir fürsət varsa, bundan istifadə etməlidir. Əgər başqasının haqqına girmədən, başqasının ruzisini çalmadan, oğurlamadan öz övladlarını ölüm acığından qurtara bilirsənsə, burada heç də səhv bir şey yoxdur mənim fikrimcə. Cəbiş müəllimin göstərdiyi o qürur və vicdan məsələsi bu qədər ön planda olmamalıdır məncə. Çünki o öz qüruruna görə öz uşaqlarının ac qalmasına göz yumur. Bu da bizə əslində Cəbiş müəllimin səhv tərəflərinin olduğunu da göstərir mənim fikrimcə. Nəticə olaraq filmi həqiqətən də çox bəyəndim. Filmin musiqisi isə başqa bir aləmdir. İllər keçsə də hələ də açıb böyük zövqlə dinləyirəm. Mənim bu film olan xalım 8/4. Siz necə düşünürsünüz? Cəbiş müəllim övladlarının aclığı qarşısında bu qüruru göstərməkdə haqlı idi, yoxsa Suğranın tərəfi düzgün idi? Rəylərdə fikirlərinizi yazın. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.